Abituriyentlərin nəzərinə. Bu videoda sizə 2025-ci ildə ümumi balı 150 və daha artıq olanların hansı ixtisaslara qəbul ola biləcəyini təqdim edəcəyik. Bu ixtisasları öyrənmək istəyirsinizsə, videonu sonuna qədər izləyin. Bu ildə buraxılış və blok imtahanlarından ümumi balı 150 və daha artıq olan abituriyentlər aşağıdakı ixtisasların müsabiqəsində iştirak edə biləcəklər. Qeyd edək ki, buraxılış imtahanında bal məhdudiyyəti yoxdur. Blok imtahanında isə abituriyentlər 100 baldan aşağı və 50 baldan yuxarı nəticə göstərdikləri halda bu ixtisaslara müraciət edə bilərlər. Fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur. Həmin ixtisasları sizə təqdim edirik. Birinci ixtisas qrupunda yalnız riyaziyyat kimya alt qrupu üzrə meliorasiya mühəndisliyi, texnologiya müəllimliyi, ekologiya mühəndisliyi, aqronomluq, balıqçılıq, meşəçilik, şərabçılıq, torpaqşünaslıq və aqrokimya, yer quruluşu və daşınmaz əmlakın kadastrı, zoomühəndislik. İkinci ixtisas qrupu üzrə marketinq, biznesin idarə edilməsi, turizm bələdçiliyi, turizm işinin təşkili. Üçüncü ixtisas qrupunda DT, yəni dil tarix alt qrupu üzrə muzey, arxiv işi və abidələrin qorunması, sosial iş. TC, tarix, coğrafiya alt qrupu üzrə isə regionşünaslıq ixtisaslarıdır. Dördüncü ixtisas qrupu üzrə ekologiya, bağçılıq və tərəvəzçilik, baytarlıq təbabəti, bitki mühafizəsi, su bioehtiyatları və akvakultura. Bu videoda sadaladığımız ixtisasları seçə bilməyiniz üçün 150 bal kifayət edir. Əgər bu sahələrdən biri sizi maraqlandırırsa, mütləq araşdırın. Videonu bəyəndinizsə, kanalımıza abunə olun və şərhlərdə suallarınızı bizimlə paylaşın.